Bugünkü mövzumuz dünya əhalisidir. Hal-hazırda bildiyimiz kimi dünyada əhali sürətli bir şəkildə artır. Təbii artım və mexaniki artım anlayışları var. Təbii artım doğum və ölüm arasında olan fərqdir. Yəni bir il ərzində doğulan əhali ilə ölən əhali arasındakı fərq mütləq təbii artım adlanır və bu çox vaxt 1000 nəfərə görə götürülür. Təbii artım iki tipə bölünür: müasir tip və ənənəvi tip. Birinci tip müasir tip adlanır. İnkişaf etmiş ölkələr üçün əsasən səciyyəvidir. Burada hər 1000 nəfərə düşən əhali 12-dən azdır. Yəni hər 1000 nəfərə düşən təbii artım 12 nəfərdən azdır. Bunlara biz Şimali Amerikanın inkişaf etmiş ölkələri, Kanada və ABŞ deyə bilərik. Həmçinin Avropa ölkələri, Qərbi Avropanın inkişaf etmiş ölkələri, Şərqi Avropanın inkişaf etməkdə olan ölkələri, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan, Qazaxıstan kimi inkişaf etməkdə olan Rusiya, Çin kimi inkişaf etməkdə olan ölkələr də birinci tip ölkələrdir və qeyd eləyək ki, Avstraliyada müasir tip, yəni birinci tip ölkələr qrupuna aiddir. İnkişaf etmiş ölkələrdən Cənubi Afrika Respublikası isə ikinci tip, yəni ənənəvi tipə aiddir. Ənənəvi tip əsasən inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Bu daha çox Latin Amerikası, Afrika və Asiya regionu üçün xarakterikdir. Burada hər 1000 nəfərə düşən artım 12-dən yuxarı olur. Burada da açıq bir şəkildə mavi rəng, yaşıl rənglə göstərilib. Afrika demək olar ki, bütövlükdə ikinci tipdə yerləşir. Demoqrafik partlayış isə burada yuxarıda yazıldığı kimi əhalinin sürətli artımıdır. Əhalinin sürətli artımı demoqrafik partlayış adlanır. Demoqrafik inqilab ikinci tipdən birinci tipə keçid eləyən ölkələrdir. Bu ölkələr belə deyək, Yaponiyanı, Cənubi Koreyanı biz bura aid eləyə bilərik. Həmçinin Çini aid eləyə bilərik. Yəni 3 ölkə, Yaponiya, Cənubi Koreya və Çin ölkələri, bunlar demoqrafik inqilab yaşayan ölkələrdir. Yəni ikinci tipdən birinci tipə keçiblər. Yəni əhalinin azaltmasını belə deyək, azalda biliblər. Təbii artımı azalda biliblər. Demoqrafik siyasət isə əhalinin təbii artımının azaldılması və artırılması istiqamətində aparılan tədbirlər sistemidir. Yadda saxlayaq ki, inkişaf etmiş ölkələr əhalinin sayını artırmaq istəyirlər. Yəni birinci tip olan ölkələr, təbii artımı 12-dən aşağı olan ölkələr əhali sayını artırmaq üçün çalışırlar. İkinci tip ölkələr, yəni təbii artımı aşağı olan ölkələr isə, yuxarı olan ölkələr isə əhalini azaltmaq yönündə istiqamətlər aparırlar. Yəni bunlara inkişaf etməkdə olan ölkələr aid edilir. Bunu qeyd edək ki, yəni Çin, Yaponiya və Cənubi Koreya əvvəl ikinci tip olublar. Hal-hazırda isə onlar artıq birinci tipə keçə biliblər, yəni əhalini azalda biliblər. Avropa ölkələrində əhali əsasən buradan da xəritədən də göründüyü kimi birinci tipdir və bunlar əhalini artırmaq istiqamətində işlər aparırlar və bunun üçün çalışırlar. Demoqrafik böhran isə əhalinin azalması deməkdir. Yəni inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Litva, inkişaf etməkdə olan ölkələr üçün də səciyyəvi ola bilər. Litva, Estoniya, Lüksemburq, sonra Bolqarıstan kimi Şərqi Avropa ölkələri xüsusilə də demoqrafik böhran yaşayırlar. Yəni təbii artım burada hətta mənfiyə kimi düşmüşdür. Dünya əhalisinin 70%-i quru sahəsinin cəmi 7%-ni tutan ərazidə yaşayaraq yarımkürələr, materiklər və regionlar və ölkələr üzrə qeyri-bərabər paylanmışdır. Əhalinin əksər hissəsi şimal yarımkürəsində, yəni 90% şimal, 10% cənub və şərq yarımkürəsində yerləşir. Şərq yarımkürəsi 85%, qərb yarımkürəsi 15%. Əhalinin yerləşməsinin əsas göstəricilərindən biri də əhalinin sıxlığıdır. Əhalinin sıxlığı, yəni sıxlıq bərabərdir əhalinin sayı bölünsün əraziyə. Əhalinin sayı çox, ərazi balacadırsa sıxlıq bir o qədər böyük olur. Avropada sıxlıq daha yüksəkdir, çünki ölkələrin sahələri balaca, əhali isə normal həddə olduğuna görə sıxlıq yüksəkdir. Çində, Hindistan kimi ölkələrdə, xüsusilə Çinin şərq hissələri, Hindistan kimi ölkələrdə də sıxlığın kəmiyyəti yüksəkdir. Çünki bu tip ölkələrdə əhalinin sayı həddən artıq yüksəkdir. Avstraliyanın ərazisi böyük, əhalisi isə az olduğuna görə burada sıxlıq çox aşağıdır. Xüsusilə də daha çox sıxlıq cənub, şərq və cənub-qərb ətəklərində, yəni rütubətli iqlim olan ərazilərdədir. Yəni dünyada ən sıx, belə deyək, sıxlığın yüksək olduğu ölkələrə Bangladeş, Çin, Koreya, Niderland, Hindistan, Belçika kimi ölkələri aid eləyə bilərik. Əhalinin yerləşməsinə və sıxlığına təsir edən amillər var. Dənizdən uzaqlıq, ərazinin mütləq relyefi, iqlim, məskunlaşma tarixi, təbii artım və sənayenin inkişafı aiddir. Dünyada əhalinin 80%-i əsasən 500 metrə qədər hündürlükdə yayılmışdır. Əhali ekstremal, yəni əlverişsiz təbii şərait olan regionlarda zəif məskunlaşmışdır. Məsələn, Asiyanın şimal hissələri,
Şimali Amerikanın şimalı, yəni Kanadanın şimal hissələri, sonra Böyük Səhra, Avstraliyanın qərbi, mərkəzi hissələri, yəni səhralıq olan, Amazon ovalığı, rütubətli olan ərazilərdə ekstremal ərazilər hesab olunur və burada əhalinin sıxlığı çox aşağıdır və əhalinin məskunlaşma kəmiyyəti çox aşağı. Yəni burada əhali seyrək məskunlaşmışdır. Əhalinin məskunlaşmasına iqtisadi amillər, tarixi amillər təsir edir. Yəni iqtisadi amilləri daha çox sənaye müəssisələrin cəmləşdiyi ərazilərə aid edə bilərik. Məsələn, Qərbi Avropa, Şərqi Asiya, Karib dənizi. Əhali məskunlaşarkən xətti, sahilboyu model və radial modellə məskunlaşır. Xətti model adından da göründüyü kimi çay və magistral yollar boyunca əhalinin, yəni xətt boyunca əhalinin yerləşməsidir. Sahilboyu model əhalinin dəniz, körfəz, okean sahillərində məskunlaşması. Radial model isə əhalinin nəqliyyat yollarının kəsdiyi mərkəzlərdə əsasən dairəvi formada məskunlaşma modelidir. Buradan da baxsaq, aydın görünür ki, radial model, yəni əhali nəqliyyat yolunun kəsişdiyi, yəni hər tərəfdən, dörd tərəfdən də məskunlaşır. Xətti model, yəni yol boyu xətt üzrə, sahil boyu modeldə dənizin və yaxud körfəzin sahillərinin. Əhalinin artımı və onun yaratdığı problemlər. Birinci tip ölkələrdə əhalinin aşağı təbii artımı var. İkinci tip ölkələrdə, yəni ənənəvi tipdə əhalinin yüksək təbii artımı var. Birinci tip, yəni hər 1000 nəfərə 12 nəfər, ikinci tip isə hər 1000 nəfərə 12 nəfərdən yuxarı. Əhalinin yüksək təbii artımı olduğunda bir çox problemlər yaranır. Əhalinin sayının kəskin artması. Əhalinin sayı kəskin artdıqca yoxsulluğun miqdarı artır. Ekoloji fəlakətlərə gətirib çıxarır. Sonra tibb xidmətin keyfiyyətinin aşağı olması, xəstəliklərin artması, kütləvi savadsızlıq, məşğulluq problemi, yəni işsizlik çoxallıq, acılıq problemi olur, müharibələrə gətirib çıxarır. Əhalinin aşağı təbii artımı xüsusilə də inkişaf etmiş ölkələr, yəni Avropa ölkələri və həmçinin inkişaf etməkdə olan Şərqi Avropa ölkələri üçün xarakterikdir. Burada əhalinin sayı azalır. Əhali sayı azaldığına görə əmək ehtiyatlarının çatışmamazlığı, yəni işçi qüvvəsinə ehtiyac yaranır. Yaşlı əhalinin xüsusi çəkisi artır. İmmiqrasiyanın çoxalır. İmmiqrasiya, yəni ölkəyə gələnlərin sayı çoxalır. Artıq işçi qüvvəsi çatışmadığına görə xaricdən, yəni başqa ölkələrdən bura əhali gəlməyə başlayır və təqaüd yaşı artır. Yəni pensiya yaşı yuxarı qalxır. Çünki belə deyək, əhalini artıq müəyyən bir yaşa kimi işlətmək lazımdır. Çünki yerli işçi qüvvəsi yoxdur. Dünyada əhalinin sürətli artımı, yəni dediyimiz kimi bir çox problemlərə gətirib çıxarır. Problemləri də dedik. Bu problemlərin həlli yolları var. Əhalinin təbii artımı ilə bağlı problemlərin həlli yolları. Yəni yüksək problem, yəni yüksək doğumunu azaltmaq, nikah yaşını yuxarı qaldırmaq. Yəni təbii artımın yüksək olduğu ərazilərdə doğumu azaltmaqla biz təbii artımın qarşısını kəsə bilərik. Nikah yaşını yuxarı qaldırmaqla, az uşaqlı ailələrə üstünlüyün təbliği, əhalinin tibbi cəhətdən maarifləndirilməsi və boş ərazilərin mənimsənilməsi aiddir. Həmçinin fiziki və mənəvi sağlamlığın qorunması, ekoloji siyasətin aparılması, təbii sistemlərin bərpası, yəni bir çox dövlət dəstəklər verərək əhalinin təbii artımını azaltması yönündə müəyyən işlər görə bilər. Həmçinin artması yönündə də müəyyən işlər görülür. Məsələn, artması yönündə təbii artımı aşağı olan ölkələrdə əhalinin sayını artırmaq üçün, yəni ölkə ərazisində evliliyə təşviqlər aparılır, yəni tədbirlər keçirilir. Həmçinin çox uşaqlı ailələrə yardımlar edilir və bunlar da əhalinin sayının təbii artımının yüksəlməsinə səbəb olur. Demoqrafik keçidin mərhələləri var. Region və ölkələrdə demoqrafik göstəricilərin doğum, ölüm və təbii artımı səviyyəsi sosial-iqtisadi inkişafdan asılı olaraq dəyişir. Bu demoqrafik keçid adlanır. Demoqrafik keçid 4 mərhələdən ibarətdir. Gəlin birinci mərhələ ilə başlayaq. Fikir versək, birinci mərhələdə yüksək doğum var və ölüm də yüksəkdir. Doğumun yüksək olması və ölümün də yüksək olmasının səbəbi odur ki, ölüm ona görə yüksəkdir ki, bu mərhələdə belə deyək, səhiyyə inkişaf etmədiyi üçün, yəni heç bir səhiyyə sahəsində inkişaf etmədiyi üçün yüksək ölüm var və yüksək də doğum var. Yəni belə deyək, təbii artım da çox yüksək. Buradan da fikir versək, təbii artımın miqdarı aşağı olur. Yəni doğum yüksəkdir, amma təbii artım aşağı olur. Çünki doğum yüksək, ölüm yüksək. Bunlar arasındakı fərq, tutaq ki, doğum məsələn 1000 nəfərə 40 nəfərdir, ölüm də 1000 nəfərə 35 nəfərdir. Yəni hər ikisi yüksəkdir. Bunlar arasında fərq edir 5 nəfər, yəni təbii artım 5-ə bərabər olur. Yəni birinci mərhələdə təbii artım aşağı olur. Əsasən ibtidai cəmiyyət üçün sərcəvidir. Daha çox qəbilələr üçün, məsələn Amazonda, Kongoda, Yeni Qvineya adasında yaşayan, ovçuluq, yığıcılıqla məşğul olan qəbilələrə aiddir. İkinci mərhələdə isə fikir versək, doğumun miqdarı dəyişmir, olduğu kimi qalır. Amma ölüm aşağı düşür. Səhiyyə inkişaf etdikcə artıq
uşaq ölümlərinin qarşısı kəsilir. Yəni belə deyək, tibb sahəsi artıq inkişaf etdikcə bu ölümlərin qarşısı kəsilir və burada fikir versək təbii artım daha yüksək olur. Çünki doğum yenə də məsələn 40-da qalır yüksəkdir, amma təbii ölüm aşağı düşdüyünə görə ölüm düşür təqribən deyək. Məsələn 10-a düşür, 40-dan 10 çıxanda 30 eləyir. Bu təqribi rəqəmlərdir əlbəttə ki, yəni təbii artım yüksək olur. İkinci mərhələdə təbii artım yüksək olur. Biz də dedik ki, təbii artımın yüksək olduğu tip, yəni ikinci tip, ənənəvi tip hesab edilir. Yəni ikinci mərhələ ikinci tipə uyğun gəlir. Üçüncü mərhələdə isə ölümün səviyyəsi olduğu kimi qalır. Bu zaman doğum aşağı düşür. Yəni ölüm olduğu kimi qalır, doğum aşağı düşür. Bunun da üçüncü mərhələnin aid oldu. Bu daha çox yəni belə olmasının səbəbi iqtisadiyyatın, səhiyyənin inkişafıdır. Həmçinin yaşayış səviyyəsinin yüksəldilməsi, artıq uşaqlara ayrılan xərclərin artmasıdır ki, bu da artıq doğumun aşağı düşməsinə səbəb olur. Qadınların aktiv ictimai fəaliyyətə cəlb edilməsi doğumun səviyyəsini aşağı düşdürür və bu daha çox yəni üçüncü mərhələ daha çox Latın Amerikasının inkişaf etmiş ölkələrinə, daha yüksək ölkələrinə, məsələn Braziliya, Argentina, Uruqvay, Çili, Venezuela, Kolumbiya kimi ölkə, Meksika, həmçinin Meksika kimi ölkələrə aiddir. Yəni üçüncü mərhələ. Bir də dördüncü mərhələ var. Dördüncü mərhələdə isə fikir versək, həm ölüm, həm də doğum hər ikisi aşağıdır. Bu inkişaf etmiş ölkələr üçün xarakterikdir və birinci tipdə olan ölkələr, yəni müasir tipdə olan ölkələr, Qərbi Avropa ölkələri, həmçinin Şərqi Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya, Yaponiya kimi ölkələr üçün xarakterikdir və həm birinci mərhələdə, həm də dördüncü mərhələdə doğum və təbii artım aşağıdır. Birinci mərhələdə doğum və ölüm yüksəkdir, ona görə təbii artım aşağıdır. Dördüncü mərhələdə isə doğum və ölüm aşağıdır, ona görə də təbii artımın miqdarı, yəni kəmiyyəti aşağı hesab edilir. Yaş və cins piramidalar var. Piramidalar qurulur, əhalinin yaş tərkibinə uyğun piramidalar qurulub. Burada yaşlar göstərilib və burada da bir də say, kəmiyyət olaraq göstərilir. Birinci qrafikə baxsaq, yəni birinci qrafikə dedik ki, doğum çox, ölüm qismən azalan ölkələr. Burada fikir versək, doğumun miqdarı yüksəkdir və getdikcə, yəni buradan fikir versək, getdikcə artıq ölüm də qismən azalır və əhalinin təbii artımı da aşağı düşür. Yəni doğum da çox olduğuna görə bu ikinci tip ölkələr üçün xarakterikdir. Yəni ikinci tip ölkələrdə doğum yüksəkdir, ölüm isə aşağıdır. Bu tip ölkələr ikinci mərhələdə və ikinci tipdə olan ölkələrdir, ənənəvi tip olan ölkələrdir və təbii artım yüksəkdir. Bu qrafikə baxsaq, təbii artımı azaltmağa nail olan ölkələr. Fikir versəz, 15 yaşında yaşda olan uşaqların sayı daha çoxdur. Yəni bu kəmiyyət daha çoxdur. Lakin müəyyən bir zamandan sonra fikir versək, doğulanlar isə çox azdır. Doğulanlar azdır. Artıq yəni bu ölkə təbii artımı azalda bilib. Yəni artıq hal-hazırda yetişən belə deyək, cavan nəsil, yəni yeni dünyaya gələnlərin sayı çox azdır. Yəni təbii artımı azaltmağa nail olublar. Sonra buradakı qrafikdə təbii artımı az, yaşlı insanlara çox, uşaqlar az olan ölkələr. Burada baxın, təbii artım aşağıdır. Cavanlar, uşaqların sayı aşağıdır, amma yaşlıların sayı müəyyən bir miqdar var. Yəni çox da az deyil. Yəni sən birinci qrafikdə baxsaz, burada bu qrafikdə yaşlıların sayı çox azdır, yaş təbəqə. Təbii artımı artdırmağa nail olan ölkələr, fikir verin 15 yaşda sonra əhali sayı azdır. Lakin bunlar artıq təbii artımı artıra biliblər. Yəni aşağı hissə artıq getdikcə genişlənir. Yəni təbii artım getdikcə yüksəlir. Ölkə əhalisinin yaş və say tərkibi dövlətin əmək ehtiyatları ilə təmin olunmasının əsas göstəricisidir. Əmək ehtiyatları 16-65 yaş qrupuna daxil olan, fiziki və əqli cəhətdən sağlam, işləməkdən yayınmayan əhalidir. Yəni 16-65 yaşda olan, fiziki və əqli cəhətdən sağlam olan və işləməkdən yayınmayan əhali gedir. Ümumilikdə fikir versək, ölkə əhalisi burada 3 hissəyə bölünüb. İşləməkdən yayınanlar, əmək ehtiyatları və əmək qabiliyyəti olmayan, yəni 16 yaşa qədər olanlar, xüsusi təyinat müəssisələrində olanlar və işləməyən təqaüdçülər. Yəni belə deyək, 65-dən yuxarı, yəni pensiyaya çıxanlar. Əmək ehtiyatları özü də 2 hissəyə bölünür. Məşğul əhali və işsizlər. Yəni əsas da bura fikir vermək lazımdır. Məşğul əhali və işsizlər. Məşğul əhali, yəni hal-hazırda fəal şəkildə işləyən əhali, işsizlər isə iş axtarır, lakin iş olmayan. Məsələn, adında torpaq olanlar işsiz hesab edilmir. Yəni onlar işləməkdən yayınanlar gedir. Əgər işləmirlərsə işləməkdən yayınanlar gedirlər.
İşsizlər, yəni işləmək üçün müraciət eləyənlər, hansısa bir qurum, yəni işsizlik qurumuna müraciət edib iş axtaran şəxslərə deyilir. Dünya əhalisinin 45%-i məşğul olan əhalidir. Yəni dünyanın 100% əhalisinin 45%-i məşğul olur. Bunlar müxtəlif sahələrdə məşğul olur. Qərbi Avropadır, Şimali Amerikadır, yəni xüsusilə də inkişaf etmiş ölkələrdə bu faiz çox yüksəkdir. Yəni 48-50%-ə çatır. Amma təbii artımın yüksək olduğu, yəni işsizliyin böyük problem olduğu Asiya, Afrika, Latin Amerikası ölkələrində isə məşğul əhalinin kəmiyyəti aşağıdır. Çünki iş yerləri zaten azdır. Bu da bir çox iqtisadi və sosial amillərlə bağlıdır. İşsizliyin səviyyəsini tapmaq üçün işsizlərin sayını, yəni bölürük əmək ehtiyatlarının sayına, yəni işsizlərin sayını bölürük əmək ehtiyatlarının sayına, vururuq 100%-ə. Bu da bizə işsizliyin səviyyəsi verir. Əgər bir ölkədə işsizliyin səviyyəsi 7-8%-dən yuxarıdırsa, bu artıq ölkədə böyük bir iqtisadi problemin olduğunu göstərir. Bir də demoqrafik yük var. Ölkədə əmək qabiliyyəti olmayan əhalinin, yəni buradakı bu cədvəldə demişdik, əmək qabiliyyəti olmayan əhali, baxın, 16 yaşdan aşağı olanlar və işləməyən təqaüdçülər, bunların fəal əhaliyə, məşğul əhalinin sayına nisbətinə demoqrafik yük deyilir və dünyada orta hesabla hər 100 məşğul əhali təqribən 70 nəfər uşaq və təqaüdçünü təmin edir. Belə deyək ki, evdə 2 uşaq və bir də tutaq ki, 2 yaşlı adam var. Yəni bir nəfərin, həmin o 4 nəfərin yükü həmin o evdə işləyən bir nəfərin üzərindədir ki, bu da demoqrafik yük adlanır. Əmək ehtiyatlarının artımı faizlə və 1000 nəfərlə ifadə olunur. Yəni ölkənin artımı faizlə və yaxud 1000 nəfərlə göstərirlər. Müxtəlif dövrlərin göstəricilərini müqayisə edərək əmək ehtiyatlarının artım sürəti barədə nəticə çıxarmaq olar. Əmək ehtiyatlarının artım sürəti yüksələ və yaxud azala bilər. Əmək ehtiyatlarının cins tərkibi də mühüm kəmiyyət göstəricilərindən biridir. Bu, onların tərkibində kişi və qadınların sayı nisbəti ilə xarakterizə olunur. Məsələn, Azərbaycanda kişilərin sayı 51, yəni 50,9, yəni 49% qadınlar təşkil edir. Dünyada əmək ehtiyatlarının qeyri-bərabər paylanmışdır. İnkişaf etmiş ölkələrdə dünya əmək ehtiyatları yalnız 16% cəmləşib. Yəni bildiyimiz kimi inkişaf etmiş ölkələrdə zaten birinci tipdir, yəni artım çox da yüksək deyil. Amma inkişaf etməkdə olan ölkə, xüsusilə də Şərqi və Cənub-Şərqi Asiya ölkələri, Cənubi Asiya və Afrikada əmək ehtiyatlarının miqdarı yüksəkdir. Kəmiyyəti yüksəkdir, lakin fəal əhali azdır. Onlarda daha çox yəni əmək ehtiyatı olsa da, çünki əmək ehtiyatı biz özümüz də dedik ki, 2 hissəyə bölünür. Məşğul əhali və işsizlər. Məsələn, Afrikada əmək ehtiyatlarının payı yüksək olsa da, işsizlərin sayı da çoxdur. Yəni onların hamısı fəal əhali deyil, hamısı işləyən əhali deyil. Əmək ehtiyatlarının qiymətləndirilməsi kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəriciləri də nəzərə alınır. Kəmiyyət göstəriciləri dediyimiz kimi yaş, cins tərkibi və saydır. Keyfiyyət göstəriciləri isə əhalinin savadlıq səviyyəsi, həyat şəraiti və həyat keyfiyyəti aid eləyə bilərik. Cins və yaş tərkibi var. Demokratik göstəricilər arasında əhalinin cins tərkibi mühüm rola malikdir. Dünyada hal-hazırda kişilərin faizi qadınların faizinə nisbətdə daha yüksəkdir. İnkişaf etmiş ölkələrdə, yəni Avropa ölkələrində, həmçinin Rusiyada, bundan əlavə Cənub-Şərqi Asiyada, Avstraliyada, Latin Amerikasında, Şimali Amerika ölkələrində qadınların kəmiyyəti daha yüksəkdir. Asiyada, yəni Cənubi Asiya, Çin kimi, Cənub-Qərbi Asiya regionunda, Afrikanın şimalında, bu tip ölkələrdə isə kişilərin sayı daha yüksəkdir. Yəni, bəzi ölkələrdə də bərabər göstərilir. Buna məsələn Monqolistanı, biz Efiopiya, Somalini, Ekvador kimi ölkələri deyə bilərik ki, kişi və qadınların sayı bir-birinə bərabərdir. Dediyimiz kimi, əhalinin əmək ehtiyatları 2 qrupa bölünürdü. Məşğul olan əhali və işsizlər. İşsizlik ölkənin müəyyən əmək haqqı müqabilində çalışmaq istəyən, lakin iş yeri tapa bilməyən əhalinin mövcud halıdır. Yəni biz dedik ki, işsiz əhali odur ki, yəni müəyyən iş axtarır, lakin iş tapa bilmir. İqtisadi vəziyyətdən asılı olmayaraq işsizlik bütün ölkələrdə müşahidə olunur. Yəni dünyanın hər bir ölkəsində müşahidə oluna bilər. İşsizlik özü də 3 qrupa bölünür. Yəni daha çoxlu qruplara bölünür. Əsas olaraq biz friksion, struktur və dövrü işsizliyi deyə bilərik. Friksion işsizlik odur ki, işçinin bir iş yerindən digərinə keçməsi ilə əlaqədardır. İş şəraiti işçini qane etmədiyi üçün öz istəyi ilə iş yerini tərk edir və onu yeni iş yeri tapmaq üçün zaman tələb olunur. Yeni iş yeri tapana qədər həmin insan işsiz sayılır. Məsələn, universitet bitirən tələbə və yaxud iş yeri ona uzaqdır, evinə uzaqdır, işdən çıxır, yeni bir iş axtarır. Yəni, uz müddətdə
işsiz qalırsa bu olur friksiyon işsizlik. İş yerləri barədə məlumatın azlığı, iş axtarılmasına çox vaxt sərf olmasına gətirib çıxar. Yəni bunun həlli yolları da belədir ki, iş yerləri haqqında çoxlu məlumatlar olsa, yəni bu qurumlar bunun üzərində işləsələr, yəni həmin şəxslər də işsiz qalmazlar və tez bir zamanda iş tapa bilərlər. Digər bir işsizlik növü struktur işsizlikdir. Ölkədə texnoloji inkişafın nəticəsində müəyyən bir sahə mütəxəssisə ehtiyacın azalması, digər ixtisasın isə artması nəticəsində struktur işsizlik yaranır. Yəni belə deyək, hər hansı bir sahədə tutaq ki 10 nəfər işləyir, daha sonra texnika inkişaf edir və həmin 10 nəfərin işini bir texnika görə bilir. Yəni ona görə 10 nəfərdən 9 nəfəri çıxarırlar, 1 nəfər qalır işdə, 9 nəfər çıxarılır və texnika həmin o 9 nəfərin işini görür. Bu olur struktur işsizlik. Yəni yerdə qalan çıxan adamlar 9 nəfər, onlar artıq struktur işsizliyin nümayəndələri hesab edilirlər. Struktur işsizlikdən qaçmaq mümkün deyil, çünki hal-hazırda iqtisadiyyatda bildiyimiz kimi yeni texnologiyalar tətbiq edilir. Yəni bu işsizlikdən qaçmaq mümkün deyil və bu işsizlik nəticəsində lazımsız peşə sahiblərindən ibarət işsizlər qrupu yaranır. Friksiyon və struktur işsizlik iqtisadçılar tərəfindən təbii işsizlik adlanır. Yəni hər bir ölkədə ola bilər. Hər bir ölkədə friksiyon işsizlik və hər bir ölkədə struktur işsizlik ola bilər. Yəni bu da tam məşğulluq kimi qəbul edilir. Yəni ölkədə deməli işləyən var ki, bu işsizliklə yaranır. İşsizlik səviyyəsi də dünya ölkələri üzrə fərqlidir. ABŞ-da 6-7%, Rusiyada 3,5%, Azərbaycanda isə 5% göstərilir. Dövrü işsizlik var. Bu dövrü işsizlik təbii işsizliyə aid deyil. O iqtisadi böhran keçirən ölkələr üçün sərcəvidir. Yəni ölkədə bir iqtisadi böhran baş verir və iqtisadi böhran nəticəsində ölkədə işsizlərin sayı çoxalır. Bu da dövrü işsizlikdir. Bu artıq təbii işsizlik deyil. Yəni ölkə iqtisadi böhranın yaşaması artıq ölkədə olan problemdən xəbər verir. Yəni ona görə bu da təbii işsizlikdən hesab edilmir. Yəni işsizliyin belə deyək həlli yolları var. Məsələn, başqa şəhərdən yaşayış ailəsini görmək üçün iş yerindən gedən işçi friksiyondur. İlk iş yerini axtaran universitet məzunu friksiyon. Əmək haqqı aşağı olduğuna görə təklif edən işdən imtina edən insan friksiyondur. İqtisadi aktivliyin azalması, ticarətin zəifləməsi nəticəsində bu artıq dövrü işsizlikdir. Avtomobil sənayesində robotların tətbiq edilməsi, texnologiyanın tətbiq edilməsi nəticəsində işsiz qalan adamlar strukturdur. Şirkətdə öz ərizəsini verən, lakin ixtisas dərəcəsi aşağı olduğuna görə imtina edilən insan strukturdur. Çünki yəni texnologiyanı bilmir, kompüter biliyi yoxdur və ona görə o işsiz qalırsa, bu struktur işsizlik hesab edilir. Bunlardan əlavə mövsümi, gizli və durğun işsizlik növləri də vardır. Dünya ölkələri üzrə işsizlik səviyyəsi göstərilir. Burada Əfqanıstan kimi ölkələrdə, İraq, İordaniya kimi ölkələrdə işsizliyin səviyyəsi çox yüksəkdir. Amma inkişaf etmiş ölkələrdən biz xüsusilə də İspaniyanı, İrlandiyanı və Yunanistanı, bir də Portuqaliyanı deyə bilərik ki, bu 4 ölkə həm də inkişaf etmiş ölkələr içərisində aşağı qrup ölkələrdir. Yəni orta qrup təşkil edirdilər. İnkişaf etmiş ölkələr içərisində ən geridə qalmış ölkələr hesab edilirlər və bu 4 ölkədə də işsizliyin səviyyəsi də çox yüksəkdir. Bunlardan əlavə Kolumbiya, Türkiyə kimi ölkələrdə də işsizliyin miqdarı yüksək hesab edilir. Əmək ehtiyatlarının əsas göstəriciləri var. Biz həm keyfiyyət, həm də kəmiyyət olaraq iki qrupa ayırdıq. Kəmiyyətdə daha çox cins, yaş tərkibi, həmçinin əhalinin sayı aiddir. Keyfiyyətə isə daha çox savadlılıq səviyyəsi, iş qabiliyyəti, sağlamlığı, peşə hazırlığı, ixtisas səviyyəsini götürmək olar. Yaşayış məskənləri kənd və şəhər olaraq iki qrupa bölünür. Kənd yaşayış məntəqələri də qrup və dağınıq formada məskunlaşmadır. Qrup və yaşayış formaları daha çox Avropa, yəni xüsusilə də Şimali Avropa, Avropada, Asiyada və Afrika ölkələrində, həmçinin Azərbaycanda qrup formasında əhali yayılıb. Yəni bir qrup halında yaşayırlar. Məsələn, kəndlərdəki əhali qrup halında yaşayır. Amma fermaların olduğu, yəni ferma tipli ərazilərin olduğu yerlərdə, məsələn, fermalara ranço, fazenda deyilir. Bu daha çox ABŞ, Kanada, Meksika, Avstraliya, Mərkəzi Asiyada və Şimali Avropa, yəni İsveç, Norveç, Finlandiya, Danimarka kimi ölkələrdə isə əhali dağınıq formada yaşayır. Yəni bir-birlərinə uzaq yaşayırlar. Yəni dağınıq formada olur. Şəhər anlayışı ölkələr üzrə müxtəlifdir. Məsələn, elə ölkələr var ki, Şimali Avropa ölkələrində 200 nəfər varsa bir yerdə bu şəhər hesab edilir. Kanada, Avstraliyada 1000 nəfər, ABŞ, Meksikada 2,5, Hindistanda, İranda 5000, Yaponiyada isə 30.000 nəfərdən yuxarı əhali olmalıdır ki, bu şəhər hesab edilsin. Əvvəllər kənd əhalisinin sayı daha yüksəkdir, amma lakin
artıq 10-cu ildən etibarən şəhər əhalinin sayı kənd əhalisini keçib və hal-hazırda dünyada şəhər əhalisinin payı daha yüksəkdir. Şəhərlərin və şəhər əhalisinin çoxalması, şəhər həyat tərzinin yayılması prosesinə urbanizasiya deyilir. Yəni urbanizasiya ilə biz şəhər əhalinin artım sürətini, həmçinin şəhərlərin məskunlaşmasını, aqlomerasiya və megapolislərə çevrilməsini öyrənə bilərik. Aqlomerasiya şəhər tipli yaşayış məntəqələrin kompakt ərazidə toplanmasıdır. Bu zaman mərkəzdə olan şəhər nüvə, kənarlarında olan şəhərlər isə peyk şəhərlər adlanır. Məsələn, biz deyə bilərik Bakı, məsələn Bakı nüvə şəhərdir. Onun ətrafında olan məsələn Sumqayıt onun peyk şəhəri hesab edilir. Dünyada aqlomerasiyası daha çox olan ölkələr Çin, Hindistan, ABŞ, Braziliya, Rusiya, Meksika kimi ölkələrdir. Ən iri aqlomerasiyalar isə Yaponiyanın paytaxtı olan Tokyo, 38 milyon nəfərdən çox əhalisi var. Mexico, New York, São Paulo kimi şəhərləri deyə bilərik ki, bunlar dünyanın ən böyük aqlomerasiyaları hesab edilirlər. Burada da göstərilib Moskva nüvə şəhərdir və onun ətrafında olan şəhərlər isə peyk şəhərlər hesab edilirlər. Burada da dünyanın ən iri aqlomerasiyaları verilir. Məsələn, Seul Cənubi Koreyanındır, Tokyo Yaponiyanın, Pekin Çinindir, Şanxay da Çinindir. Sonra Kəlkütdə var, Dəkkə şəhəri, Bangladeş, New Delhi, Karachi, Mumbai Hindistanın, Jakarta İndoneziyanın, İstanbul Türkiyənin, Moskva, Roma İtaliyanın, London, Paris. Bildiyimiz Lagos var, Nigeriyanındır ən böyük aqlomerasiyalardan. Buenos Aires, Argentina, São Paulo, Rio de Janeiro. Deyə bilərik ki, biz bunlar aiddir Braziliyaya. Aqlomerasiyalar böyüyərək megapolislərə çevrilirlər. Megapolis şəhər aqlomerasiyalarının ölkənin müəyyən bir hissəsində toplanması, qovuşması nəticəsində yaranan iri şəhər məskunlaşma formalarıdır. Dünyada hal-hazırda 6 megapolis var. Bu megapolislərdən 3-ü ABŞ-ın ərazisindədir. Qərb hissəsində, yəni Sakit Okean sahillərində, ABŞ-ın Sakit Okean sahillərində yerləşən megapolis Sansan megapolisidir. Daha sonra ABŞ-ın Sansan megapolisinə biz aid eləyə bilərik San Francisco, Los Angeles, San Jose və San Diego aqlomerasiyalarını. Sonra göllər ətrafı, yəni Çipits megapolisi. Çipits megapolisində Chicago, Detroit, Cleveland və Pittsburgh aqlomerasiyaları aid. Yəni Chicago ilə Pittsburgh, ona görə Çipits qısaldılmış forması. Sonra şimal-şərq, yəni Atlantik Okean sahilləri. Bu da Bosvaş. Bosvaşa da aiddir Boston, Philadelphia, Baltimore, New York və Washington şəhərləri. Sonra İngiltərə var. İngiltərədə olan şəhərlər, London, Birmingham, Manchester, Liverpool kimi. Reyn boyuna isə Niderlandın şəhərləri, paytaxtı Amsterdam və həmçinin Rotterdam, Almaniyada olan şəhərlər, həmçinin digər ölkələrin şəhərləri aiddir. Və qeyd edək ki, bu İngiltərənin Reyn boyu birləşir və Göybanan megapolis, yəni bu iki megapolis birləşir, Göybanan şəhər formasını, şəhərlərin birləşməsini yaradıblar. Burada daha çox İngiltərə, Almaniya, Belçika, Fransanın, İtaliyanın şəhərləri aiddir. Xüsusilə də paytaxt şəhərlərdən, yəni paytaxt şəhərlərdə Belçikanın paytaxtı, həmçinin Niderlandın paytaxtı, İngiltərənin paytaxt şəhərləri də bu qrupa aid edilir. Digəri isə Yaponiyadır, yəni Tokkaido megapolisidir ki, Yaponiyadakı aqlomerasiyaları birləşdirir. Burada da açıq bir şəkildə bunlar göstərilib. Şəhərləşmə prosesi ümumi xüsusiyyətlərə malik olsa da, müxtəlif regionlar və ölkələr üzrə kəskin fərqlər mövcuddur. Dünyada hal-hazırda şəhər əhalisinin payı yüksəkdir, xüsusilə də Qərbi Avropada pay daha çoxdur. İnkişaf etmiş ölkələrdə pay yüksəkdir. Fikir versəz, Amerika qitəsində, həm Şimali Amerika, həm Latin Amerikasında şəhər əhalinin payı 50%-dən yuxarıdır. Yəni şəhər əhalisinin sayı çoxdur. Afrikaya fikir versək, ən çox şəhər əhalisi olan ölkələrdən biri Liviyadır. Cənub-Qərbi Asiyada şəhər əhalinin payı yüksəkdir. Həmçinin Avropada yüksəkdir. Amma Çin, Hindistan kimi ölkələrdə aşağı hesab edilir. Xüsusilə də Hindistanda şəhər əhalisinin payı və Cənub-Qərbi Asiyanın bir çox Əfqanistan, Pakistan kimi ölkələrdə, Cənubi Asiyanın Pakistan kimi ölkələrində və Afrikanın Şərq Afrika, Mərkəzi Afrika və Cənubi Afrika ölkələrində şəhər əhalinin payı aşağı hesab edilir. Urbanizasiyanın
artım sürəti əsasən onun səviyyəsindən asılıdır. Yüksək urbanizasiya səviyyəsinə malik inkişaf etmiş ölkələrin əksəriyyətində son dövrlərdə şəhər əhalisinin yavaş artır. Çünki yüksək inkişaf etmiş ölkələrdə əhali daha çox şəhər mərkəzində yox, şəhərlərin kənarlarına və kəndlərə köçürlər ki, buna suburbanizasiya deyilir. Yəni suburbanizasiya yüksək inkişaf etmiş ölkələrdə şəhər əhalisinin şəhərin kənarlarına, daha sakit yerlərə getməsinə səbəb olur. Buna da suburbanizasiya deyirlər. Bu dərindən inkişafdır. Çünki şəhərlərdə olan ekoloji, sosial və psixoloji amillərlə bağlı şəhər əhalisi şəhərin mərkəzində artıq yaşamaq istəmir. Yəni o səsküydə yaşamaq istəmir və qıraqlara, kənarlara doğru gedirlər ki, bu da suburbanizasiya adlanır. İnkişaf etmiş ölkələr üçün daha çox xarakterikdir bu. Avropa, ABŞ, Kanada kimi ölkələr üçün. Bir də yalançı urbanizasiya var. Yalançı urbanizasiya isə eninə inkişaf hesab edilir və əhali sürətli bir şəkildə şəhərlərə köç edir. Yəni kənd yerlərində işsiz qalan əhali şəhərlərə, şəhər ətraflarına köç edir. Bu da yalançı urbanizasiya adlanır. Belə ərazilərə də Afrikada bidonvil, Latın Amerikasında favel, Türkiyədə gecəqondular deyilir və burada həyat şəraiti çox, yəni pisdir. Əhali əslən kasıb formasında, yəni kənddəki kimi yaşayırlar, amma sıx bir halda, yəni ümumi bir halda yaşayırlar. Burada şəhər aqlomerasiyaları göstərilir və bu da göy banandır. Bura London, Liverpool, Manchester, Birmingham, həmçinin Amsterdam, Rotterdam, Hakka kimi Niderland şəhərləri, Brüssel, Antwerpen kimi Belçikanın şəhərləri, Stuttgart, Münhen, Frankfurt, Nürnberg kimi Almaniya şəhərləri, həmçinin Fransanın Paris, paytaxt, Strasbourg, Lille kimi şəhərləri, İtaliyanın Turin, Milan, Genua kimi şəhərləri, Zürix, Basel kimi İsveçrə şəhərləri bura aid hesab edilir. Smog var. İri şəhər aqlomerasiyalarında havanın çirklənməsi nəticəsində tüstü duman yaranır ki, buna smog deyilir. Çin, Hindistan, Rusiya kimi güclü və çoxlu aqlomerasiyaları olan və sənayesi inkişaf edən ölkələrdə bu smoqların miqdarı daha yüksəkdir. Son illərdə artıq şəhər əhalisinin payının artması, şəhərlərin böyüməsi bir çox problemlərə gətirib çıxarır və bu problemləri həll etmək üçün şəhər modelləri qurulur ki, Dubayda üzən şəhər, Braziliyada okean dibində şəhər, ABŞ-da nəhəng göydələnlər şəhəri kimi planlar irəli sürülmüşdür.